Fatimiyə izzəti Allah vermişdi, amma Peyğəmbər onu qabardırdı. Ne üçün sizcə? Tarixə baxın, heç vaxt olmadı Fatimə içəri girəndə Peyğəmbər ayağa durmasın. Öz yerini ona verirdi. Əlindən yapışıb çıxırdı cəmaatın içinə. Deyirdi ki, bunu tanıyan tanıyır. Tanımayan bilsin ki, bu Peyğəmbərim mənim qızım Fatimədir. Bu mənim ruhumdur, canımdır, mənim bir parçamdır. Kim onu incitsə məni incidib, kim onu qəzəbləndirsə məni qəzəbləndirib. Bunu deyirdi. Nə üçün sizcə? Allah sanki Peyğəmbərinin vasitəsilə Peyğəmbər özü öz qızına, qızının izzətini qabardır, hörmətini artırır ki, bir gün bunu xərcləməli olacaq. Fatimə də nə ki izzət, hörmət yığmışdı, hamısını yığır əlinə, gətirir, təqdim eləyir əleyhissalama. Hər şeyini əleyhissalam yolunda xərcləyir. Pulu xərcləmək asandır, abrın xərcləyir. Abrının bu mənada ki, deyir, məsciddə xutbə oxuyur. Mən istəmirəm başqa mövzulara girim, heç olmaz da bu günlərdə. Xüsusən deyiblər ki, o məsələləri çox açmayaq, ağartmayaq. Amma elə bir söz deyirlər xanım Fatimə Zəhraya ki, da mən deyə bilmərəm onu. Gəlir başa aşağı, görür əleyhissalam evdə oturub dizin qucaqlayıb. Deyir, ya Əbəl Həsən, bugün məni məsciddə xar elədilər. Elə söz dedilər, Əli başını aşağı salıb. Cavab verir ki, denən Allaha təvəkkül edirəm. Təvəkkəltu alallah, həsbiyallah ni'məl vəkil. Denən bizim Allahımız var, bizim Rəbbimiz var.